Axşamınız xeyir olsun. İnformatika testləri qrupuna atılmış belə bir suala izah gətirmək istəyirəm. Alqoritm sualıdır. Deməli, sualı artıq mən Paint-i daşımışam. Deməli, sual belədir. Verilmiş y funksiyasının qiymətinin hesablanmasına əsasən alqoritmin blok sxemi, yəni hesablanmasına əsasən alqoritmin blok sxemi qurularsa əgər, ən az neçə şərt blokundan istifadə olunar? Deməli, bizim burada funksiyamız verilib y bərabərdir x kvadratı plus a, x kubu plus 3a, x üssü 4 plus 2a və burada şərtlər verilib. X böyüdür 5, x kiçikdir 1, x 1 ilə 5-in arasındadır. Yalnız burada 5-ə bərabərlik şərti var, 1-ə bərabərlik şərti yoxdur. Deməli, belə bir ədəd ox çəkək. Deyək ki, 0 nöqtəsi, başlanğıc nöqtəsi. Burada 1 nöqtəsini qeyd eləyək. Deyək ki, 2, 3, 4 və 5 nöqtəsini qeyd eləyək. 5 nöqtəsini qeyd eləmək istəyirik. Deməli, bu da 5 nöqtəsidir. Və digər qiymətlər hələ ki bizə çox da vacib deyil yazmaq. Bu alqoritmin əvvəlcə blok sxemini qurmağa çalışaq. Bu ədəd oxunu çəkmişəm ki, daha aydın olsun. Yəni, bəzi məsələlər bizə daha aydın olsun. Əvvəlcə alqoritmin blok sxemini qurmağa çalışaq. Inputla x-ə qiymət verək, x-i daxil eləyək və bundan sonra mütləq şərt blokuna keçirik. Şərt blokunda birinci şərti daxil edirik, təbii ki. Mütləq birinci şərt daxil olunmalıdır, x böyüdür 5. İndi ədəd oxuna baxaq. Ədəd oxunda bax 5 qiyməti, 1 qiyməti, 1 ilə 5-in arasını xüsusi düzbucaqlı formasında deməli çərçivəyə alıram. İndi əgər mənim daxil elədiyim x ədədi, deyək ki, x-ə mən 6 qiymətini verirəm. Yəni, x böyüdür 5. 6 5-dən böyüdür. Əgər x böyüdür 5-dirsə, gələcəm h qoluna, yəni daxil elədiyim ədəd 5-dən böyüdürsə, gələcəm h qoluna və burada x kvadratı plus a hesablanacaq. Hesab blokunda y bərabərdir x kvadratı plus a. Qiyməti hesablanacaq. Yox, əgər daxil elədiyim ədəd. Baxın, bax 5-dən böyük olan bütün qiymətlər üçün bu şərt, yəni bu blok hesablanacaq. Yəni 5-dən böyük olan bütün ədədlər getdi. Keçirik, birdən indi daxil elədiyim ədəd 0-dır. Bu zaman gəlirəm yox qoluna. Əgər x bərabər 0-dırsa, gəldim x böyüdür 5, yox, təbii ki, gəldim yoxa. İndi yoxa gələndən sonra baxıram ki, 0 qiyməti üçün bu şərtlərdən, yəni belə deyim, yerdə qalan qiymətlər nədir? Ədəd oxunda 5-dən üzü sağa, yəni 6, 7, 10, 100, 1000 və s. Bu ədədlər üçün birinci şərtimiz ödəndi. Yerdə qalan ədədlər üçün ikinci şərtimiz ödənirmi? Məsələn, 0 üçün ikinci şərt ödənir. Amma bəs x bərabərdir 3 olsa necə? İkinci şərt ödənmir. Əgər yerdə qalan qiymətlər üçün ikinci şərtimiz ödənmirsə, ödənmədiyi halda mütləq bir dənə şərt bloku çəkməliyik. Ki, yəni biz ikinci şərtə görə artıq
Çünki bax, x 5-dən böyüksə bura hesablanacaq zaten. Bura hesablanacaq. Yox, x 5-dən böyük deyilsə, baxmalıyıq x-in qiyməti nədir? X əgər 1-dən kiçikdirsə, onda keç deyir buranı hesabla. Hə, qoluna gəlirik, hesablayırıq x kubu plus 3a-nı. X kubu plus 3a-nı. Yox, əgər x, bax indi 0, x-ə 0 versəydim, bu şərt ödənəcəkdi və gəlib bu blok hesablanacaqdı. Yox, əgər x, indi baxın ədəd oxuna. 1-dən kiçik ədədlər də getdi. 1-dən kiçik ədədlər də ədədlər üçün də bu şərt ödəndiyinə görə bura hesablanacaq. Yəni ortada qaldı nə? Bizim nəyimiz qaldı ortada? Bax, neçə dənə qiymətimiz qaldı? 1, 2, 3, 4 və 5. İndi üçüncü blok çəkiləcəkmi, çəkilməyəcəkmi? Bu, indi buradan aydın olacaq bizə. X əgər 1-dən kiçikdirsə, dedik ki, bura gəlsin, hesablansın, bax, bura. Yox, əgər x bu ədədlərdən hər hansı biridirsə, 1, 2, 3, 4, 5. Deyək ki, mən deyirəm ki, x-ə 1 qiymətini daxil eləmişəm. X-ə 1 qiymətini daxil eləmişəmsə, gəldim yoxa. X kiçikdir 1, yox. Təbii ki, yox. X-ə 1 qiymətini daxil eləmişəmsə, keçirəm 3-cü şərtə baxıram. 3-cü şərtim verdiyim bu qiymətlərin hər birini ödəyirsə, əlavə blok sxemisi, əlavə şərt bloku çəkməyə ehtiyac yoxdur. Məsələn, bax, x-ə 1 yox, 2 qiymətini daxil eləyək. 2 qiymətini daxil eləyirik, baxırıq ki, 2 həqiqətən də 1 ilə 5-in arasındadır. 2 kiçikdir 1, kiçikdir bərabərdir 5. Hə, şərt ödənir. Demək ki, yox, ehtiyac olmayacaq. Burada birbaşa elə hesab bloku çəkə bilərəm. X-ə 3 qiymətini də versəm, x-ə 5 qiymətini də versəm, bu şərt ödənir. Yəni, 1 kiçikdir, deyək ki, x-ə 5 qiymətini verirəm. 1 kiçikdir 5, həqiqətən 1 5-dən kiçikdir, o da kiçikdir bərabərdir 5, burada da bərabərlik şərti olduğuna görə ödənir. Hə, indi, yəni, bax, bu qiymətlər hamısı ödənirsə, mənim əlavə şərt bloku çəkməyimə ehtiyac yoxdur. Amma burada bir dənə məsələ var. Bəs x bərabər 1 olsa nə olacaq? X bərabər 1 bu şərti ödəyirmi? Bu şərt, yəni x bərabər 1 üçün keçərlidirmi? 1 kiçikdir 1, kiçikdir bərabərdir 5. Belə bir hal mümkündürmü? Yəni, 1 1-dən kiçikdir, xeyr, kiçik deyil. Çünki burada bərabərlik şərti yoxdur. Bu tərəfdə, buradan bu tərəfi ödənir, amma bu tərəf ödənmir. Ona görə mütləq mən 3-cü blok sxemi, 3-cü şərt blokunu çəkməliyəm. Məcburam ki, 3-cü şərt blokunu çəkim. Əgər burada bərabərlik şərti olsaydı, 1 kiçikdir bərabərdir, x kiçikdir bərabərdir 5 olsaydı, daha 3-cü şərt blokunu çəkməyə ehtiyac olmayacaq. Çünki x kiçikdir 1-dirsə, buranı hesablayacaqdıq. Yox, əks halda buranı hesablayacaqdıq. Amma buranı hesablamaq üçün bizə x-in 1-ə bərabərlik şərtini verməyib. Ona görə də mütləq buranı hesablamaq üçün biz mütləq şərt blokunu çəkib, şərt blokunun içində göstərməliyik ki, x əgər 1 ilə 5-in arasındadırsa, gəlsin x üstü 4 plus 2a-nı hesablasın. Gəlirik hə qoluna. X üstü 4 plus 2a. Yox qoluna gələndə isə, yəni, yox qoluna nə vaxt gələcəm? Yalnız və yalnız x-in 1 qiymətində. X əgər 1-dirsə, burada artıq yox qoluna gələcəm. Yox qoluna gələndə artıq alqoritm bizə heç nə qiymət çap etməyəcək. Yəni, buna deyirlər undefined. Undefined. Belə. Yəni, burada alqoritm artıq bizə nəticə verməyəcək. Amma bizə bu maraqlı deyil. Bizə neçə dənə
şərt blokundan istifadə olunması maraqlıdır. 3 dənə şərt blokundan istifadə olunacaq. Yenə də deyirəm, əgər sonuncu şərtdə 1-ə bərabərlik şərti olsaydı, sonuncu bax şərt belə olsaydı, 1 kiçikdir, bərabərdir x kiçikdir, bərabərdir 5 olsaydı, burada artıq üçüncü şərt blokunu çəkməyə ehtiyac olmayacaqdı. Çünki x-in 5-dən böyük qiymətləri üçün bu hissə hesablanacaqdı. X-in 1-dən kiçik qiymətləri üçün bu qiymətlər üçün bu hissə hesablanacaqdı. X-in 1 ilə 5 arasında olan qiymətləri üçün 1, 2, yəni hansı qiymətlər üçün? 1, 2, 3, 4, 5 qiymətləri üçün də bu hissə hesablanacaqdı. Amma 1, 2, 3, 4, 5 qiymətləri üçün burada verilən şərtimiz ödənmədiyinə görə, burada bərabərlik şərti olmadığına görə, yəni burada bir qiyməti bu şərti ödəmir, ona görə burada əlavə bir şərt bloku seçilir. Ümid eləyirəm fikrimi çatdıra bildim. İnşallah ki, aydın olmuş olar. Sağ olun, gələn görüşlərə.